Salam müəllimlər, salam hörmətli izləyicilər. Deməli, belə bir məntiq suallar var idi ki, dövlət qulluğu imtahanlarına, magistratura və qəbul imtahanı və digər imtahanlara düşə bilən maraqlı suallardan idi. İstərdim ki, bu 4-5 sualın izahını verirəm. Başlayaq 243-dən. Baxın, burada operator necədir? Burada hər hansı qayda tətbiq edə bilər. Odur ki, bunu çox işləmək lazımdır ki, vərdiş halına gəlsin. 4 3 8-dən 48 alıb, 9 4 3-dən 54 alıb, bu qayda ilə deyir 7 2 7-dən nə alacaq? Baxın, bu necə eləyib? 4 3 8-dən 48 necə alıb? 4-ü vurub 3-ə, vurub 8-ə alıb. Deməli 96 bölüb 2 alıb 48. Deməli qayda necəymiş? Rəqəmlərin hadisini 2-yə bölürmüş. Burada da sonuncudan da 7 vur 2 vur 7 bölünsün 2. Cavab nə olacaq? 49 A variantı. Baxaq digər suala. Deməli 244-də 7 6 5-dən 70 alıb. 8 9 3-dən 72 alıb. Burada ipucu var elə. 8 9 3-dən 72 alıb. 8 9 avanda 72 edir, düzdür? Deməli 3 orada nəsə artıqdır. Deməli qayda necədir? Ədədlərin üçünü də bir-birinə vurur, sonra alınan cavabı 3-ə bölür. 7 vur 6 vur 5, 210 3-ə böldü 70. 8 vur 9 vur 3 bölünsüz. Qarı 72 eyni qayda ilə. Nəhayət sonunuzda 9 vur 6 vur 4 bölünsün 3. 9 6-nı 54, 54-ü 4-ə vurub 3-ə bölündə alınacaq 72. Yəni cavab D variantı. Baxaq 245-ə. 3 4 7-dən 78 alıb, 2 6 8-dən 89 alıb. Qayda necədir görək? Baxın 3 4 7 düzdür. 3-dən 4 toplayır, yazır 7. Sonrası nə edir? Sonra isə sonuncu rəqəm var. Baxın gör tək 7 qalıb, düzdür. 7-nin üzərinə 1 gəlir, yazı yanında 8 kimi. Sonra 2 ilə 6-nı toplayır 8. Sonra tək 8 qalıb, 8 ilə 1 artır, olur 9. Burada sonuncuda da 5 ilə 2-ni toplayır, olur 7. Sonuncu rəqəm 0-da 1 var artır, olur 71. Sadəcə burada bütün variantlar özündə göstərilir. Yəni tapmağa buna ehtiyac yox imiş. Sadəcə qaydasını dedim ki, bu yolla tapılıb. Sonra gəlir nə? 246-ya. 246-da qayda necədir? Deməli 8 ilə 9 kənarları toplayır. 8 ilə 9 toplayır. 17 vurur 5'e alır 85. Sonra 6 ilə 8 toplayır. 14 vur 7'ye alır 98. Bu bir qayda. Digər qayda necədir? Bax 8 ilə 9 düzdür. 8'i vurur 5'e. 8'i vurur 5'e. Alır neçə? 40. Sonra 5'i vurur 9'a alır 45. 40 ilə 45 toplayır nə alır? Alır 85. Həmçinin eyni qayda ilə baxın. 4'ü vurur 9'a 36. 9'u vurur 7'ye 63. 36 63 toplayır nə olur? 99 orada. Yəni cavab olur Y variantı. Baxaq nəhayət sonuncu sualımıza. İşte 7 3 5-dən 6 alıb. Necə alıb? Deməli qayda necəmiş? 7-dən 5 çıxır. Baxın 7-dən 5 çıxır. 2 vur 3-ə alır 6. 5-dən 4 çıxır. 2 vur 4-ə. Üzrən 5-dən 2 çıxır. 3 vur 4'e olur 12. Deməli sağla sol çıxır, ortadakını vurur. 9'dan 6 çıxır. 3 3'ü vurur 3'ə cavabım da 9 A variantı. Baxaq 248-ə 520-dən 55 alıb. Deməli qayda necədir burada? Qayda beləymiş. Birinci rəqəm qalır olduğu kimi yerində. İkinci və üçüncü rəqəmləri toplayıb yazır ora. Baxın 524 5 qaldı yerində. Sonra 2 ilə 3 topladı 5 eləmədi yazdı bura 5 kimi. Sonra 235'te 2 qaldı yerində. 3'dən 5 toplayın olacaq 28 olur. Eyni qayda sonuncudan da 462'de 4 qaldı yerində. 6 2 toplayır neçə edir? 8. Olacaq cavab 48. Yəni cavab D variantı. Sağ olun.